Biz təhsil sistemimizdə böyük bir islahat keçsin. Azərbaycan əhalisi kütləvi şəkildə savadsızlaşır. Bəli. Yəni bu təhsil sistemimiz bir savadsızlığa rəvac verə biləcək bir şəkildə bir milli təhlükəyə çevrilməkdədir. Orta məktəbə uşaq getmir, əksəriyyətində hazırlıq kurslarına gedən uşaq hansısa bir rəqabət mühitində olmur və olmadığına görə məktəbin təkcə təhsildən ibarət deyil ki, tərbiyə məsələsi var, təlim məsələsi var. Biz sabahları cəmiyyət həyatında məktəbdə hazırlanan uşaq yetişdirməkdə problemlər yaşayırıq. Və biz bu uşağı fərdiyyətçi olaraq yetişdirməklə onun bəlli bir uşaq vaxtından sinif yoldaşları ilə, məktəb mühitində, sinif mühitində rəqabətdən uzaqlaşdırırıq. Və nəhayət ondan sonra artıq universitetlərin formalaşmasına ehtiyac var. Universitet demokratizmi olmadan cəmiyyət demokratizmi olmaz. Məsələn, universitetdə sual-cavab, müəllim-tələbə dialoqu, yaxud da bir akademik bir müzakirə mühiti yaratmadan sən bunu cəmiyyətdə kütlənin müzakirə mühitini yaratsan, onda saç yolması, baş yarğısı başlayacaqdır. Yəni növbədə, filanda bu insanlar çünki birinci növbədə təhsildən cəmiyyətə qayıtmalıdırlar və onda demokratiya mümkün olur. Biz bütövlükdə yəni bunları kompleks həll edəndən sonra artıq onsuz da demokratik mühit özlüyündən Azərbaycan cəmiyyətində reallığa çevriləcək. Və o baxımdan mən dediyim məsələ sırf məntiqi, reallığı qiymətləndirən məsələ. İndi kim ki reallığa boyun əymək istəmir, kim ki qəbul eləmək istəmir, indi o da öz xəyallarını Azərbaycan cəmiyyətinə çatdırsın. Bizim əsas məqsədimiz cəmiyyətdən kiminsə xoşuna gəlmək üçün bir müsbət layk almaq deyil ki. Bizim məqsədimiz o dediyim müstəqilliyin məsuliyyətini daşıyan insan kimi, insanlardan biri kimi və bu missiyanı özlərinə götürmüş, deyək ki, nəslin təmsilçilərindən biri kimi xəbərdarlıq eləyirik ki, ölkənin mahiyyətini başa düşsünlər, coğrafiyamızı başa düşsünlər və dövlətimizin riskə getməsini, məzəriyə qurban getməsini demək, müəyyən dərəcədə təmin edən bir çalışmalardan çəkinsinlər və elə eləyək ki, biz bu mərhələləri keçə-keçə demokratik cəmiyyətə qovuşa bilək.